Görün, İslam dininə 14 əsr bundan qabaq səhrada, dünyanla heç bir əlaqəsi yox, heç bir mədəniyyətlə. Peyğəmbər sallallahu aleyhi ve sellem dişləri təmizlənməyindən danışır, ağzı təmiz olmağından, insandan xoşa gələn iyi gəlməsindən danışır. Bu, İslamın görsəni necə təmizliyə fikir verib, diqqət eləyib. Amma məsələn, cəmaatın qabağında, məsələn, əgər bizdə məsələn ayıbdırsa, çünki özünüz bilirsiniz ki, yer yerlə fərqlənir. Elə bir yer var ki, məsələn, orada hansı bir sözü deyirsən və ya hansısa bir addım atırsan, orada adi bir şeydir. Amma başqa yerdə o addım və ya o sözü deyəndə, o artıq başqa cür baxılır. Ona görə təbii ki, insan yaşadığı yerə nəzərə almalıdır. Amma bu o demək deyil ki, sən misvaklanma, meçiddə misvaklana bilərsən rahat. Çünki meçiddə hamı bilir bu nədir. Amma məsələn, kütlədə, məsələn, metroda və ya avtobusda qəribə gəlirsə cəmaatı, lazım deyil orada. Belə məsələlərə fikir versəz yaxşı olar.